Baxın bura mənim əziz bacı qardaşlarım. Bura bütün işlərin yarım qaldığı bir yerdir. Doğmaların biri-birindən ayrıldığı, dünya həyatının bitdiyi bir yerdir. Qeybət, kin-kidurət, torpaq davası, miras davası, nə bilim kimsə kiminsə haqqını yedi. Maşınını dəyişmək istəyirsən, evini tikib qutara bilmirsən. İşsizlik, pulsuzluq, bütün bu fəaliyyətlər burada bitir. Həyatının ən maraqlı yerində səni bura gətirəcəklər. Heç gözləmədiyin bir vaxtda. Əməllərinlə yapayalnız qalacaqsan burada. İslam alimləri deyiblər ki, bütün həyatın boyu ən gözəl maraqlı həyatı yaşayıb da ölsən, qəbirdəki ilk gecənin dəhşəti sənə hər şeyi unutduracaq. Subhanallah! Ey Allahın torpağında, mülkündə gəzib onun qoyduğu halal haramlara məsuliyyətsiz yanaşanlar. Allahın dinini yox sayanlar. Dini yaşayan insanları ələ salanlar. Siz də hamınız bura girəcəksiniz. Və burada deyilən hər sözün hesabı görüləcəkdir. Edilən əməlin, edilən qeybətin, qırılan qəlbin, yeyilən haqqın hesabı görüləcəkdir.